Real Madrid çempionluq uğrunda mübarizədə yenə büdrüyüb. Komanda La Liqanın 26-cı turunda Xetafeyə doğma meydanda minimal hesabla məğlub olub. Ölkə çempionatının son 2 turunda Los Blancosun özündən qat-qat aşağı səviyyəli komandalara məğlub olması daxildə olan qeyri-stabilliyi göstərir. Xetafe dünənki oyunda baxmayaraq ki, avtobus futbol oynayır, bağlı futbol oynayır və aqressiv futbol oynayır. Həmçinin Real'la oyunda səfərdə xalq qopartmağa tam layiq bir futbol nümayiş etdirdi. Əlbəttə ki, bu həm Arbeloa'nın təcrübəsizliyinə yazar, həm komandanın hal-hazırda liderlərinin zədəli olmasına yazar, həm də ki, komandanın B planının olmamasını qeyd edər. Nəyə görə? Çünki bir komanda səni hücum meyilli bir futbol təklif edir, digəri tam bağlı, qapalı futbol oynayır və sən heç bir rəqibə qarşı nə buna, nə buna qarşı öz futbolu oynaya bilmirsən. Oyun zamanı diqqət çəkən məqamlardan biri Real azarkeşlərinin klub prezidenti Florentino Perez'e istefaya səsləməsi olub. Bu, final fitindən sonra yaşanıb. Santiago Bernabéu stadionunda azarkeşlər Florentino istefa versin şüarları səsləndiriblər. Bəs klubu illərlə üst səviyyədə yaşadan adamın həqiqətən zamanı çatıbmı? Koronavirusdan sonra və Eden Hazard'ın 150 milyon avroya uğursuz transferindən sonra Florentino Perez'in siyasəti biraz dəyişdi. Daha çox biznes plan, biznes proyekt kimi yanaşmağa başladı komandaya. Bunun məntiqli nəticəsi olaraq hal-hazırda biz indiki komandanın vəziyyətini görürük. Futbol inkişaf edir, komandalar İngiltərə Premyer Liqası nümunədir. Davamlı transferlərlə, davamlı olaraq komandanı yenilənməklə, uğur qazanmaqla sübut edirlər ki, indiki zamanə başqa zamanədir. Qeyd edək ki, Xetafe klubu səfərdəki qələbə ilə tarixi nəticəyə imza atıb. Onlar 2008-ci ildən bəri ilk dəfə Madrid səfərində Real üzərində qələbə sevinci yaşayıblar. Bu stadionda keçirilən 16 qarşılaşmanın hamısında Kral klubu qalib gəlmişdi.